Salam, hər vaxtınız xeyir olsun, əziz transferlər. Akademiya gündəliyinin 2025-2026-cı mövsüm üzrə ilk buraxılışında hər birinizi xoş gördük. İlk buraxılışımızın qonağı Turan Spor Akademiyasının koordinatoru Ülfət müəllimdir. Ülfət müəllim, xoş gördük. Hoş gördük. Bilirik ki, ötən mövsüm komandamıza koordinator kimi təyin edildiniz və ötən mövsüm sizin üçün ilk mövsüm idi. Bu il artıq ikinci mövsümdür. Ötən mövsüm qarşınıza qoyulan hədəflər və bu mövsüm olan yeniliklər. Ümumi olaraq ötən mövsümü dəyərləndirir, bu mövsüm üçün isə qarşınıza qoyulan hədəflərdən danışırıq. Keçən mövsüm biz akademiya təyin olunanda əsas məqsədlərimizdən biri öz əsas komandamız üçün, bir də milli komandalar üçün, yəni uşaq yetişdirmək idi. Bizim akademiya olaraq bu məqsədə çatmaq üçün yəni çalışdıq. Demək olar ki, istəyimizə çatdıq keçən mövsüm. Bir neçə uşaq, 5-6 uşaq milliyə komandalarımızdan dəvət olundu. Hardasa komandalarımız, əvəzedici komandaya 8 dənə uşaq verdik. Əlavə olaraq seçimlər keçirtdik ki, talantlı uşaqlar akademiyamıza cəlb eləyək. İlk növbədə seçimlərimizdə keçən il hardasa başlanğıçda ilk seçimimizdə 150-200 arası idisə, növbəti seçimlərimizdə bu 400-450 uşağı kimi, talantlı uşaqlar kimi qalxdı. Ötən mövsüm ən sevindirici məqamlardan biri yeni uşaqların cəlb olunmasından yanaşı artıq sanki uzun aradan sonra məşqçilərin kateqoriyasının artırılması və yeni məşqçilərin, gənc məşqçilərin xüsusilə Tovuz futbolunda oynanmış, Tovuz futbolunu yaxından bilən gənc məşqçilərin akademiyaya cəlb olunması oldu. Bununla bağlı. Biz keçən mövsüm sezon başlayanda tək akademiyamızda uşaqları yetişdirmək yox, özümüzü də məşqçi kimi yetişdirmək istəyirdik. Ona görə də bir neçə akademiya məşqçi cəlb elədik. Ondan əlavə olaraq bizim kurslar özümüz təşkil elədik. Həmən kurslarda məşqçilərimiz bəzi kateqoriyaya aid olan C, B, A kateqoriyasına aid olan temaları biz məşqçilərə tapşırıqlar verdik. Özümüzü inkişaf elətdirmək üçün. Onları da demək olar ki, prezentasiya kimi kompüterdə onlar bizə təqdim elədilər. Həm akademiya olaraq, həm də məşqçi olaraq məncə pis alınmadı. İnkişaf üçün bir neçə bu variantlardan istifadə elədik. Təbii ki, bu bilirik ki, məşqçilərin kateqoriyasının yüksəldilməsi və onların yaşı kateqoriyada olması komandada məşqlərin keçirilməsi və nəticələrlə yanaşı həm də lisenziyalaşdırma prosesində də xüsusi önəm kəsb edir və bu da təbii ki, qeyd etdiniz ki, çox müsbət məqamlardan biridir. Bu mövsüm, ötən mövsüm biz ilk sualda siz qeyd etdiniz ki, milliyə dəvət olunan futbolçularımız var idi və ötən illərlə müqayisədə onların sayı artır və bu da təbii ki, akademiyamız üçün əsas uğurlu sayılacaq məqamlardan biridir. Hətta yadımdadır ki, akademiyadan milli komandalara cəlb olunan futbolçulardan hətta biri xaricdə keçirilən oyunlarda ən yaxşı seçilmişdi, komandanın ən yaxşı seçilmişdi. Və bu ildə artıq biz görürük ki, ilin əvvəli olmağına baxmayaraq həm seleksiya xarakterli seçmələrə, yoxlanışlara, həm də ümumi yoxlama oyunlarına milli komandaya dəvət olunan futbolçularımız var. Sizcə irəliləyən aylarda bu futbolçuların sayı artacaqmı? Yəni hal-hazırda komanda ümumi olaraq Toronto Spor Akademiyasında yeni cəlb olunan futbolçular bir də talantlı uşaqların sayı çoxdur. Elə düzgün vuruladı Elmir müəllim. Demək olar ki, biz qeyd elədim bayaq seçimlərdə akademiyamıza 20-dən çox belə deyim uşaq götürmüşük, yeni uşaqlar götürmüşük. Bizim hal-hazırda 5-6 nəfər milliyə dəvət olunur. Çempionat demək olar ki, təzə başlayıb. Yaxın vaxtlarda bu çempionat gedişatında 3-4 oyundan sonra mən əminəm ki, bizim hardasa 10-a yaxın, bəlkə də o səviyyədə görsənən futbolçularımız var ki, milliyə dəvət olunacaq. Hal-hazırda keçənkindən fərqli olaraq bu il demək 15 yaşlılarımızdan bir nəfər milliyə dəvət olundu. Ancaq görsənən akademiyanın səviyyəsi, komandalarımızın səviyyəsini mən bildiyimə görə bizim ondan çox milliyə dəvət olunacaq uşaqlarımız var. Hansı ki, gözləyirik ki, çempionat təzə başlayıb, davam eləsin 3-4 oyundan sonra.
Yəni bu uşaqlar təzədən milliyə, yəni daha çox sayımız olacaq millidə. Qeyd etdiniz, təbii ki, bilirik ki, komandanın yaxşı oynaması üçün, yaxşı formalaşması üçün və tamamlanması üçün mütləq mütəmadi məşqlərin keçirilməsi və oyunlarda komandanın öz meydanında bir yerdə oynaması vacibdir. Bilirik ki, hal-hazırda Tovuz şəhər stadionunun əsas meydançasında və o örtüyü dəyişdirilir və Tovuz çayının kənarında akademiya üçün, həm də əsas komandanın məşqi üçün bir baza tikilir. Və bu məqamda komandamızın belə deyək, yaş qrupları fərqli-fərqli yerlərdə məşqlər keçirilir. Bu ümumi olaraq akademiya komandalarının durumuna təsir edirmi? Belə deyim, duruma təsir eləyir. Ancaq rəhbərimizə təşəkkür edirik ki, akademiyada böyük diqqət ayırır. Bizim meydança təzələndiyinə görə, örtüyü ilə təzələndiyinə görə biraz meydança sıxıntımız var idi. Ancaq balaca yaş qruplarını burada özümüzün bazamızda imkan olduğu üçün bazada, böyük yaş qruplarımızı da Akstafa, Tovuzun bir kəndində, Akstafa rayonundan danışıqlarımız oldu. Bütün komandalarımız demək olar ki, o meydançalardan istifadə edir. Düzdür, bu biraz maliyyə demək olar ki, ehtiyac var. Onda çox sağ olsun rəhbərimiz akademiya göstərdiyi diqqətə görə, yəni bunun öhdəsindən gəlirik. Təbii ki, bilirik ki, bu müvəqqəti çətinlikdir və ən müasir tələblərə uyğun bazanın tikintisi yaxın bir ərzində yekunlaşması gözlənilir və ümid edirik ki, tezliklə akademiya komandalarımız da öz yeni meydançasında məşqlərini qaldığı yerdən davam etdirəcək və daha uğurlu oyunlara start verəcək. Mən ötən mövsüm Turan Tovuz Spor Akademiyası adına atılan ən müsbət məqamlardan birinə toxunmaq istəyirəm. Mənə görə hətta birincisidir bu məqam. Tovuzda müxtəlif qrupların yaradılması, akademiya qruplarının yaradılması, xüsusilə Ucqar dağ kəndlərinin böyük qışlaq qrupu, Bozalxanlı qrupu və digər qruplar, həmçinin ikinci böyük bir layihə var idi ki, hansı ki, Tovuz məktəblərini əhatə edirdi. Biz özümüz də həmin layihənin bir neçə iştirakçısı olduq və məktəblərdə istedadlı gənc uşaqları seçərək akademiyamızı cəlb etdik. Həmin qruplar bu il də davam edirmi və həmin qruplardan Turan Tovuz Futbol Akademiyasının yaş qruplarına cəlb olunan oyunçular varmı? Bəli, keçən ilki kimi, keçən bu qrupları sayını artırdıq. Tovuzun kəndlərində, Akstafada, Qazaxda, Şəmkirdə qruplar açdıq. Həmən qruplardan, yəni yaxşılar, orada da sayımız çoxaldı. Oradan da elə bil ki, dəvət elədik. Demək olar ki, Akstavadan 6-7 nəfər çox bəyəndiyimiz uşaqlar var, cəlb olunur. Ümumiyyətlə, qeyd elədiyiniz kimi kütləviliyin sayını çoxaltdıq. Əvvəl bizim 14 yaş içərisində olmaqla, 14 yaş qrupu içərisində olmaqla hər yaş qrupumuzu 3 komanda elədik. Biz region olaraq kütləviliyin sayını çoxaltdıq. Elə bil ki, yerli uşaqlarımıza açıq qapı qoyduq. Ki, kütləviliyin sayını çoxaldıq. Sayımız da çoxaldı, həddindən artıq gözlədiyimizdən də çox talantlı uşaqlar, yəni yerli uşaqlar cəlb olundu. O sayları biz hər bir futbolçuya dəqiqə vermək üçün 3 komanda elədik. Turan, Hünər, bir də Məhsul adından hal-hazırda çempionata çıxış eləyəcək. Biz o məqsədlə elədik ki, bir komandada sayımız çox olmasın. Komandaların sayı çox olsun deyən uşaqlar dəqiqə ala bilsin, daha çox oynasınlar. Bu vəziyyətdə olsa, yəni inkişaf eləmək də olacaq. Təşəkkür edirik bu sualımıza da belə əhatəli cavab verdiyiniz üçün və təbii ki, qeyd etdiniz ki, Tovuz qrupları ilə yanaşı, biz mütəmadi olaraq keçirdiyimiz seleksiya ilə yanaşı, həm də ətraf rayonlardan da qruplarımız var və bu Turan Tovuz Spor Akademiyasının dəstəyi nəticəsində demək olar ki, həmin qruplar öz fəaliyyətini davam etdirir. Hətta komandamızın prezidenti Etirəm müəllim də qeyd edib ki, dəfələrlə Turan tək Tovuzun deyil, ümumi bölgənin komandasıdır. Həm Akstafanın, həm Qazaxın, həm Gədəbəyin, həm Şəmkirin. Biz təbii ki, oyunlarda da, əsas komandamızın oyunlarında da bunun şahidi oluruq ki, həmin rayonlardan da xeyli sayda azarkeşlər gəlir və onlar qeyd edirlər ki, biz Turan azarkeşiyik, çünki bölgəmizi təmsil edir. Hətta verilişlərdən birində bizim həmkarımız İlkin bəy qeyd etmişdi ki, Elmar bəylə birlikdə Turan Tovuz sanki Qərb regionunun milli komandasıdır. Və təbii ki, belə olan halda da həmin bölgədən uşaqların, futbola marağı olan uşaqların Turan Tovuza cəlb olunması prosesi yaxşı formada həyata keçirilir. Ancaq biz bunlarla yanaşı digər bölgələrdən də həm
istedadlı futbolçuların həm də əvvəl digər komandalarda oynamış istedadlı futbolçuların Toronto Futbol Akademiyasına marağını şahid oluruq. İl ərzində 2 dəfə seçmə xarakterli, seleksiya xarakterli seçimlər keçirdiniz və onların hər birində xeyli sayda uşaqların gəldiyini gördük. Yəni ölkənin dörd bir yanından istər şimal, istər cənub, istər Bakı, istərsə də qərb zonasından futbolçular gəldi. Və mən son seçmələrdən sonra bir şeyin şahidi oldum ki, komandalarımızın özəyi qorunmaq şərti ilə, təbii ki, əvvəlki illərdə oynayan futbolçu qorunmaq şərti ilə, həm də bir neçə istedadlı və əvvəl o ideal komandalarda, milli komandalarda oynamış futbolçuların cəlbini şahid oldum. Bu o deməkdirmi ki, Toronto Futbol Akademiyasının komandaları bu il daha ideal olacaq? Demək olar ki, komandalarımızın yəni bu il çox yaxşıdır. Yəni biz bayaq qeyd elədiyim kimi seçimlər elədik. Bölgəmizdən nə qədər kütləvinin sayını çox olmağı da o seçimlərdə görsəndi. Ondan əlavə olaraq da keçənkindən, yəni biz təzə işə başlayandan qeyd elədim ki, bu il çox fərqlidir. Bu il demək olar ki, Azərbaycanın bütün bölgəsindən Turana gəlmək istəyən, yəni talantlı, istedadlı futbolçular var. Bu da bizim burada görsənir ki, işimiz bütün Azərbaycanda Turan olaraq görsənir, bir akademiya olaraq görsənir. Bu seçimlərdə biz öz yerli uşaqlarımızdan əlavə də qıraqdan gəlmə uşaqlar, yəni 20-yə yaxın uşaq akademiyaya cəlb elədik. Və qeyd elədim ki, yəni biz ondan çox milli komandaya uşaq vermək ehtimalımız var. Çempionatın davam elədikcə. Həmən bu seçimlərdə demək olar Azərbaycan bütün bölgələrindən gələn o istedadlı uşaqlar, o istedadları mən görüb ona görə qeyd edirəm ki, yəni ondan çox biz milliyə uşaq verəcəyik. Ondan əlavə qeyd elədiyim kimi yenə əvəzedicidə bu il 8 uşaq vermişiksə, gələcək planda bir neçə uşağımız da əvəzediciyə cəlb olunacaq. Qeyd etdiniz ki, əsas məqsədimiz bilirik ki, yuxarı yaş qruplarına ildən ilə yeni futbolçu, həmçinin milli komandaya futbolçuların yetişdirilməsidir. Bunlarla yanaşı bilirik ki, Avropa futbolunda klub akademiyalarının əsas məqsədi futbolçunu yetişdirmək və onların B və A komandalarına cəlb olunmasıdır. Və təbii ki, ildən ilə bu say artır və hətta Avropa komandaları, klubları bunun sayəsində həm klubu daha yaxşı formalaşdırır, həm də oyun satışından yaxşı gəlir əldə edir. Və bilirik ki, bizim də komandamızın gələcək layihələrindən, əsas layihələrindən biri akademiyada istedadlı gənc futbolçuların yetişdirilməsi və onların əsas komandaya, belə deyək, təcrübəli futbolçularla oyunun təşkil olunmasıdır. Hal-hazırda akademiyada olan uşaqlardan bilirik ki, əsas komandaya cəlb edilən gənc futbolçular var. Ümumiyyətcə bu il sizin fikrinizcə əsas komandaya qoşulacaq uşaqlar nə dərəcədədir? Yəni hal-hazırda belə bir uşaqlar varmı ki, bu ildə əsas komandada məşqlərə və ya da oyunlarda debüt edə bilsin? Demək olar ki, yəni ümumi götürüm, akademiyamızda talantlı uşaqlar çox həddindən artıq bütün yaş qruplarında bu kütləviliyin sayını artırandan sonra da yaxın vaxtlarda, yaxın 3-4 ildə akademiyamızın aşağı yaş qruplarından demək olar ki, bayaq qeyd elədiyiniz kimi ola bilsin Avropada imkanımız olsun futbolçu əsas komandamıza da. Hal-hazırda toxunduğumuz bu əsas komandaya namizədliyimiz var. Əsas komandanın məşqçiləri də nəzarətdə saxlayır. Gedişatda çağırıb komandaya dəvət edib komandanın içərisində baxırlar. Və son olaraq bilirik ki, əsas komandamızın baş məşqçisi Qurbanberdiyev gəldiyi gündən etibarən akademiyamızın nəticələrini də nəzarətdə saxlayır. Onunla bir ünsiyyətiniz olurmu, yəni akademiya rəhbəri səviyyəsində və sizə hər hansı bir belə deyək məsələlərdə dəstəyi və yaxud da fikri? Bəli, gələndə yəni bir neçə dəfə də görüşdük. Bəzi məsləhətlərini, tövsiyələrini verdi. Yəni demək olar ki, mütəmmədi olaraq akademiya ilə əsas komandanın arasında yəni danışıqlar var da, yəni məlumatları var hər bir şeydən akademiyadan. Və təbii ki, bu da çox sevindirici məqamdır. Çünki bilirik ki, əsas komanda biraz digər klublardan, komandalardan ayrı məşq edir, ayrı oyunlar keçirir. Ancaq bununla yanaşı həmin komanda məşqçilərinin də akademiyanın oyunlarını izləməsi, nəzarətdə saxlaması məncə sizin üçün həm bir stimuldur, həm də bir əlavə belə deyək məsuliyyətdir. Bəli, bəli. Belə Ülfət müəllim.
Suallarımıza verdiyiniz cavablar üçün və əhatəli cavablar üçün sizə təşəkkür edirik. Növbəti görüşlərdə görüşənədək. Çox sağ olun. Bu verişimiz də daimi olsun, uğurlu olsun. Təşəkkür edirəm.